Salam, xoş gördük, dəyərli qonaqlar, iştirakçılar, hamınızı salamlayırıq. Bugünkü biz tədbirimizi, yeni növbəti tədbirimizi sizə təqdim edirik. Bugünkü tədbirimizin mövzusu müasir tədqiqatlarda statistik proqram paketlərindən istifadənin üstünlükləri mövzusundadır. Onu da qeyd etmək istəyirəm ki, tədbirimiz UNEK Analitik İnformasiya Resursları Mərkəzi və UNEK Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirimiz şöbəmizin rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanır. Ona görə iştirakçılarımızdan xahiş edərdik ki, biraz səssizliyə riayət etsinlər. Məruzəçimiz Analitik İnformasiya Resursları Mərkəzinin tədqiqatçısı Elnur Rüstəmovdur. Elnur müəllimə söz verməmişdən qabaq biraz mövzu barədə fikrimi bildirmək istəyirəm. Elnur müəllimlə də bayaqları söhbətimizdə bildirdik ki, müasir dövrdə statistik proqramların öyrənilməsinə çox böyük ehtiyac var. Demək olar ki, zamanın tələbidir. Yəni, müasir tədqiqat mövzularında, dissertasiya işlərində mütləq deməli, bu proqramlar vasitəsilə statistik verilənlərin yığılması, analizi, modellərin vurulması və s. demək olar ki, bugünün tələbidir. Ona görə bir də qeyd etmək istəyirəm ki, bizim mərkəzlər tərəfindən bir digər tədqiqatçımız Amerikan Auburn Universitetinin deməli, assistent professoru Samir Məmsünov tərəfindən də STATA proqramı ilə bağlı 2 dəfə bizdə belə bir tədbir keçirilib. Ümumiyyətlə, proqramlar, yəni bildiyiniz kimi statistik proqramlar kifayət qədər var. STATA-dır, EVIUS-dur və s. Elnur müəllim bunlar haqqında sizə geniş məlumat verəcək. Mənim özüm üçün də çox maraqlıdır. Ona görə vaxt itirmədən sözü Elnur müəllimə vermək istəyirəm. Buyurun Elnur müəllim, söz sizdədir. Salam, hər birinizi xoş gördük bugünkü seminarımızda. Bugün müasir statistik proqram paketlərin, yəni istifadəsi, onlar haqqında anlayışlar və müasir statistik paketlərlə yanaşı həmin o statistik proqramlaşdırma dilləri ilə bağlı sizinlə mövzuları müzakirə etmək istəyirəm. Burada bizim həm proqramlarımızdan danışacaq və həmin o proqramların yazıldığı statistik dillərdən. Nə üçün yəni bunu 2 istiqamətə bölmüşəm? Birində hazır proqramlardır ki, hansı ki o dillərdən istifadə olunub yazılıb. Birində isə artıq o proqramlaşdırma dillərinin özüdür. Bizim özümüz də gələcəkdə əgər hər hansı bir fərziyyələrini deyək, hər hansı bir tədqiqatlarda nəticələrin analitik təhlilində istifadə etmək üçün həmin o dillərin özündən də istifadə etməliyik. Bunun üçün də çalışacağım ki, yəni bugünkü mövzumuzda hər 2 istiqamətdə proqramların nə üçün üstünlüyü var, həmin proqramlaşdırma dillərinin də nə üçün üstünlüyünün olduğunu sizə bildirim. Onun üçün də keçmək istəyirəm. Üzr istəyirəm, Ayxan müəllim ekranı bölüşdü. Kim bölüşürsə, zəhmət olmasa. Aha. Kimsə yanlışlıqla olub. Buyurun. Elnur müəllim desə internetdə problem var. Gözləyək Elnur müəllimi. Zəhmət olmasa, bayaq elə problem Elnur müəllim desə onda yarandı. Paylaşım eləməyirsiniz, Elnur müəllim qoyun daxil olsun. Məruzəçi paylaşım edəcək.
Hı hı. Tamam, nəsə problem oldu yəni. Hı hı. Esmira xanım, bir sözünüz varsa Elnur mənim qoşulana qədər siz söz deyə bilərsiniz. Analitik İnformasiya Resursları Mərkəzinin rəhbəri kimi. Rina xanım, indi yazmışam. Eybi yox, problem deyil Esmira xanım. Əvvəlcə şeydə SMS Elnur müəllimə çatmadı, Tamam. indi çatdı. Yəqin ki, problem internetlə və Hə, yaxud da işıqla hə. problem var, indi qoşular. Hə. Mərkəz Hə, rəhbəri kimi dedim, bəlkə sizin sözünüz var. Qırıq-qırıq gəlir səs. Sizi də qırıq-qırıq eşidirəm. Tamam. Başlayın. Oldu Esmira xanım, onu da gözləyək. Uğurlar, hamıya uğurlar. Sağ olun, təşəkkür ederim. Onlayn tədbirlərində belə işi var da, yəni internet problemi. Qoşuldu Elnur mənim, qoşuldu. Aha, burada. Tamam. Buyurun Elnur müəllim. Aha, buyurun. Paylaşa bilərsiniz. Tamam. Hı -hı. Elnur müəllim, sizin səsiniz gəldi. Bəli. Elnur müəllim, səsinizi açın, zəhmət olmasın. Bir daha salam bağışlayın. Texniki nasazlıq olmuşdu. Üzrlə Problem deyil. Olur. Onlayn hər şey olur. Narahat olmayın. Deməli, bugünkü əsas işimizdə müasir tədqiqatlarda statistik proqram paketlərdən istifadənin üstünlüklərindən danışacağıq. Əsasən burada həm statistik proqram paketlərdən, müasir statistik proqram paketlərdən və həmin o statistik paketlərlə yanaşı proqramlaşdırma dillərindən də danışacağıq ki, müasir tədqiqatlarda biz hansı proqramlaşdırma dillərindən istifadə edə bilərik. Bugün əsasən yəni fikrimizi tam yönəldəcək R deməli proqramlaşdırma dilinə, Python proqramlaşdırma dilinə, EVUS proqramına, SPSS proqramına və Stataya. Nə üçün bunları öyrənirik? Yəni, bugünkü müasir istifadə olunan, ən son nəticələrdən alınmasında istifadə olunan həmin o proqramlaşdırma dillərindən və proqramlardan. Nə üçün bunlardan istifadə edəcək? Deməli, burada bizim əsas baxacağımız istiqamət həmin bu proqramların özlüyü ilə tanışlıqla paralel bunların müqayisəsini də verməkdir. Yəni, əsas məqsədim ondan ibarətdir ki, həm həmin proqramların özü ilə sizi tanış edim. Bundan əlavə isə həmin o proqramlaşdırma dilləri olsun, proqramları olsun, onların bir-birindən fərqi olsun. Bildiyimiz kimi, R statistik məlumatların təhlili və hesablanması üçün bir proqramlaşdırma dilidir. Amma onun istifadəsinin üstünlükləri və avantajları və disavantajları nədən ibarətdir? Onlar haqqında danışacağım. Bununla paralel Python proqramının da, yəni bir proqramlaşdırma dili olaraq son versiyada istifadəsi vardır. R proqramının özündən danışdıqda qeyd etmək lazımdır ki, R proqramının özü net olaraq, yəni statistik qiymətləndirmənin, statistik tədqiqatların, statistik bir neçə metod və üsulların birlikdə nəticəsinin emal edilməsi və oradan alınan nəticələr üzərində qərarların verilməsi üçün, yəni nəticələrin çıxarılması üçün bir proqramlaşdırma dilidir. Proqramlaşdırma dilinin proqramdan fərqi ondan ibarətdir ki, yəni hər hansı misal üçün istər SPSS-in özü olsun, EVUS-un özü olsun, belə deyim sizə, Excel-in özü olsun, orada istifadə etdiyimiz bizim hazır komandalar əvvəlcədən hesablanmış, yəni random və yaxud müxtəlif funksiyalar vasitəsilə hesablanmış bir proqramlaşdırma dilində yazılmış bir funksiyadır. Amma bu proqramlaşdırma dilində isə bildiyimiz kimi son dövrlərdə xətti reqressiya tənliyi ilə paralel reqressiya tənliyinin müxtəlif növlərinə də baxılır. Bəzən mövcud olan analizlərə baxılır, yaxud fuzzy logic, qeyri-təkmil səlis məntiqə baxılır və burada artıq şərtləri özümüz daxil etməyə razılıq veririk. Yəni, əgər bu göstəricilər arasında korrelyasiya əlaqəsi varsa, David-Watson şərti yuxarı olsa nə olar, aşağı olsa nə olar?
bu göstəricinin keçən ilin bu vaxtına nəzərən olduğu bir dövrdə hər hansı bir göstəricinin qiymətini dəyişsək nə olar? Və bunun üçün də net proqramlarda bu bizə imkan verməyəcəkdir. Proqramlarda hazır qoyulmuş nəticələr. Amma R proqramlaşdırma dilində isə biz burada həmin o proqramlaşmanın sintaksisini özümüzdən verərək oradan alınan statistik nəticələri göstərə bilərik. Python proqramlaşdırma dilinin özü isə əsasən maşınlar, veb saytlar, proqramlar, yəni daha çox belə deyim, həm statistik bazanın və statistik məlumatların emalı ilə yanaşı, onların veb saytlar üzərində, yəni benchmarking sisteminin qurulması, bizə lazım olan, yəni rəqəmlərin, bildiyimiz qədər rəqəmlərlə daha çox tədqiqatçılar, yəni bu sahədə dərin biliyə malik olan insanlar arasında əlaqəni yarada bilirik. Lakin amma elə, məsələn, ilkin olaraq bakalavr tələbələri ola bilər, magistr tələbələri ola bilər ki, onlar rəqəmlər üzərində işləmək bir müddət onlara çətinlik törətsin. Bunun üçün də, yəni, insanların daha yaxşı başa düşməsi üçün artıq biz Python proqramının vasitəsilə biz onların veb saytlarda qrafiklər şəklində, kardinallar şəklində, ya müxtəlif proqram şəklində, yəni şəkil şəklində göstərilməsi, yaxud Azərbaycanın bir xəritəsini qoya bilərik ki, iqtisadi rayonlar üzrə orada hər hansı bir göstəricilərin artmasını, azalmasını bir rənglər üzrə görək. Və onun üçün də Python proqramını, yəni tək statistik məlumat bazasında yox, digər proqram paketlərlə yanaşı istifadəsində də böyük üstünlükləri vardır. Yəni ilkin olaraq bu iki proqramlaşdırma dillərindən danışdım. Sonraki, yəni mərhələdə isə onların daha da detallı hissələrinə daxil olacağam. EVUS proqramı. EVUS proqramı əsasən Windows əməliyyat sisteminin, yəni istifadəsi üçün ilkin dövrlərdə, lap qədim zamanlarından danışıram, istifadəsi üçün nəzərdə tutulmuşdur. İlkin olaraq, yəni bu proqramın məqsədi həmin proqram paketə daxil edilmiş datalardan, yəni verilmiş məlumatlardan statistik məlumatların əlaqəliliyini, onların ölçülməsini, onların bir-birindən asılılığını və gələcək üçün proqnoz verilməsi üçün, yəni iqtisadi sahədə, iqtisadi və sosial sahədə məlumatların emalı üçün və onlardan nəticələrin əldə olunması üçün ilkin bir hazır proqram idi. Burada əsasən elmi məlumatların, yəni təhlillərin, maliyyə təhlillərinin, satış proqnozlarının, xərclərin, makroiqtisadi proqnozların, mikro səviyyədə proqnozların verilməsində ilkin olaraq bir proqram paketi idi ki, orada hazır qoyulmuş komandalar vasitəsilə biz verilmiş datalardan nəticələrimizi əldə edə bilirik. Bundan əlavə olaraq qeyd etmək lazımdır ki, statistik proqram paketlərdə, yəni müasir dövrdə statistik proqram paketlərdə istifadə olunan bir proqramın özü isə SPSS-dir. Adından da göründüyü kimi ilkin dövrlərdə sosial elmlər üçün bir statistika paketi idi ki, 1968-ci ildə ilkin variantda yəni yaradılmışdı. Sonraki illərdə adı dəyişsə də, lakin 2009-cu ildən artıq həmin deməli SPSS proqram paketini IBM şirkətinin özü alaraq, yəni onu daha da təkmilləşdirmiş və müasir dövrün tələblərinə uyğun olaraq həmin o statistik analizlərimi deyək, statistik platformalarımı deyək, öyrənməyə, yəni əsasən də machine learning istiqamətində öyrənməyə bir alət idi. Həmin SPSS proqramının yəni üstünlükləri nədən ibarət idi? Üstünlükləri ondan ibarət idi ki, həm az miqdarda əməli yaddaş aparırdı, həm kompüter proqramlarına artıq onun quraşdırılması zamanı özü avtomatik olaraq sistemi seçib və quraşdırdıqda ən zəif kompüterlarda belə yəni istifadəsi mümkün idi. Burada əsasən statistik analizlər, yəni ondan əlavə olaraq yəni mətn təhlilləri olsun, proqnozların verilməsi olsun və onlar üzərində işlərlə başlanmışdı. Sonraki dövrlərdə isə artıq IBM şirkətinin həmin proqramı aldıqdan sonra üzərində həyata keçirdiyi dəyişikliklər ondan ibarət oldu ki, SPSS proqramının özü, yəni biz bildiyimiz qədər statistik məlumatlar bir neçə yolla əldə olunur. Burada rəsmi məlumatlar var ki, inzibati məlumatlar deyilir, müəssisə və təşkilatlardan, fiziki və hüquqi şəxslərdən alınmış məlumatlar əsasında toplanan məlumatdır. Digər bir məlumatlarımız hansı məlumatlardır? Beynəlxalq təşkilatlar tərəfindən əldə olunmuş məlumatlardır. İndi sual verə bilərsiniz ki, inzibati məlumatlardan əlavədən bizim məlumatlar var. Bəli, bizim misal üçün hər hansı bir məhsulumuz xam mal şəklində ölkədən çıxarıldıqda biz onun misal üçün Almaniya Respublikası bizdən o məhsulu alır. Amma onun o məhsulun son istehlakçının harda olduğunu
Yəni harda olduğunu biz bilmirik. Onun üçün də Beynəlxalq Gömrük Təşkilatı artıq o məhsulun gələcəkdə haralarda yerləşdirilməsini və son realizasiyasını göstərməsi üçün məlumatlar əldə edir ki, bundan əlavə olaraq Beynəlxalq Valyuta Fondu olsun, Ümumdünya Ticarət Təşkilatı olsun, Dünya Bankı olsun ki, oradakı həmin o məlumatların ümumi analizini həyata keçirərək, yəni məlumat bazalarını bizə verir. Və burada əsasən istifadəçilərin SPSS proqramında üstünlükləri ondan ibarət oldu ki, yəni bu inzibati məlumatlardan əlavə biz bəzi makroiqtisadi tədqiqatların həyata keçirilməsində müayinələrə ehtiyacımız var. Bildiyimiz kimi, yəni müayinələr bizim üçün statistikanın ayrılmaz bir tərkib hissəsidir. Nə üçün? Çünki bütün məlumatlar bizim əlimizdə olsa, onda statistikanın lüzumu olmaz. Çünki biz ana kütlədən götürürük və seçmə edirik. Seçmə nəticəsində aldığımız nəticələri beynəlxalq metodologiyalara uyğun olaraq ana kütləyə tətbiq edirik. Çünki bizə lazım olan bütün informasiyanı əhalinin hər təbəqəsində, yəni hamıdan soruşa bilmərik. Onun üçün də yəni beynəlxalq metodologiyada da qəbul olunmuş sorğular var, müayinələr var. Onların həyata keçirilib, yəni burada yüzlərlə də ola bilər, minlərlə də ola bilər, misal üçün 50 min, 100 min civarında da olan sorğular ola bilər ki, onun nəticələrini götürüb verməlidir. Və IBM şirkəti artıq SPSS proqramının üzərində təkmilləşmələri həyata keçirdikdən sonra bu bizə həmin o sorğuların nəticələrinin üzərində, yəni istər ana kütlənin olsun, istər sorğunun nəticələrinin seçmələri olsun, seçmələrin cəmə şamil edilməsi olsun, onların üzərində sonsuz bir aləti bizə təqdim etmiş oldu. Və indi növbəti slaytlarda onların fərqini izah edəcəm. Stata proqramından da danışmaq istərdim ki, Stata proqramı da özlüyündə statistik məlumat bazasının emalı, onun üzərindəki problemlərin həll edilməsində yəni əvəzsiz bir rola malikdir. Həmin proqramın özü də yəni ekonometrik statistik tədqiqatlarda əsasən kodlaşma dillərinə malik yəni bir hissədir. Yenə də qeyd edirəm, yəni EVUS proqramı, SPSS proqramının üstünlükləri ondan ibarətdir ki, biz orada kodlaşmadan istifadə etsək də daha dərin mərhələlərində. Orada hazır komandalarımız var. Yəni, əgər göstəricilər arasında əlaqəni qurmaq, yaxud statistik yoxlamaq istəyiriksə münasibətləri, deskriptiv statistik deyilən bir knopka var. Yəni, onu vurmaqla o nəticələri əldə edirik. Amma Stata proqramında, yəni EVUS-dən fərqli olaraq ona görə yəni üstünlüklərə malikdir ki, həmin Stata proqramında SPSS proqramı kimi böyük həcmli məlumatların emalına yarayır. Əgər EVUS proqramından yaxud da ki, belə deyim sizə, R proqramından istifadə etmişsinizsə, iri həcmli məlumatların emalında bəzən görürsünüz ki, istər kompüterin özü olsun, istər proqramın özü olsun, müəyyən fəaliyyətlərdə dondurulur. Yəni, dondurulur deyəndə proqram işləməsində çətinliklər mövcud olur. Bir neçə xarakteristikanı eyni vaxtda verə bilmirik. Amma bu Stata proqramının bir üstünlükləri odur ki, onlayn məlumat bazalarından məlumatların götürülüb işlənməsi üzərində hiperlinklərin üzərində işlənməsində böyük yəni, göstəriciyə sahibdir. Həm Stata proqramının özü, həm SPSS proqramının özü. Stata proqramının ümumi üstünlüklərindən də biri odur ki, beynəlxalq təşkilatlar tərəfindən istər Avrostatın özü olsun, istər misal BMT-nin təşkilatlarından, statistika təşkilatlarından olan orqanlar, misal üçün beynəlxalq əmək təşkilatı olsun, məlumat bazalarına, yəni o dataların, ölkələr üzrə verilən dataların, istər rublik dövrdə, istər illik dövrdə məlumatların yığılmasında Stata proqramının strukturuna uyğun yığılır. Bunun da əsas məqsədi nədən ibarətdir? Yəni, onlayn məlumat bazalarından əldə edilən o məlumatları artıq bizim proqram, yəni kompüterimizdə saxlayıb da yer tutmur, yaxud belə deyim sizə, ağırdır, özümüzdə daşıdığımız, yəni kompüterin daxili hissələrində daşıdığımız yaddaş qurğularında yer saxlamır da, onlayn hissələrdən indi onları sizə praktik göstərəcəm mən yerlərini. Yəni, istifadə edərək, yəni hiperlinklərdən istifadə etməklə oradakı məlumat bazasının yenilənməsinlə artıq Statanın verilənlər bazası idarə olunur. Biz artıq təhlil apararkən, misal üçün, belə deyim sizə, Almaniyanın ümumi daxili məhsulu ilə tutaq ki, Fransanın ümumi daxili məhsulu arasında bir əlaqəni qurmaq istəyiriksə, sadəcə olaraq yəni hər ikisinin statistik bazasından olan o hiperlinkləri yerləşdirməklə onlar üzərində regresiya əlaqəsində qura bilərik, korrelyasiya əlaqəsində qura bilərik, onlar arasında artıq statistik məlumatların qrafik təhlilinə də baxa bilərik, modelləşmə və proqnozlarda bizə istifadə olunacaq açarlar üzərindəki, yəni o hissələrə də nəzər yetirə bilərik.
İndi isə gəlmək istəyirəm həmin o qeyd etdiyim proqramlaşdırma dillərinin R və Python arasındakı oxşarlıqlara. Bacardığım qədər çalışmışam ki, həmin o proqramlaşdırma dillərinin həm arasındakı oxşarlıqları və fərqli cəhətləri sizə qeyd edim ki, nə üçün, yəni gələcəkdə hansı proqram paketdən istifadə edəcəksinizsə, onların arasındakı, yəni uyğunluqlara baxaraq özünüz üçün istifadə edin. Yəni bunların hər ikisində proqramlaşdırma dilləridir. Yəni R və Pythonun özünün hər ikisi, yəni hər hansı bir proqram yox, proqramlaşdırma dilləridir. Bu nə deməkdir? Yəni proqramlaşdırma dilləri R-ın istifadəsi daha rahatdır. Nə üçün daha rahatdır? Çünki onun istifadəsində sadə kodlardan, yəni əvvəlki dövrlərdə kimlərinsə istifadə edib yazdığı sintakslərdən, o sintaksləri siz özünüz də yaza bilərsiniz. İstifadə edə bilərsiniz. Python proqramının özündə son dövrlərdə, yəni ən rahat istifadəsi üçün Spider deyilən bir məlumatın, yəni proqramlaşdırma dilinə daxil olan proqramdan istifadə edə bilərsiniz ki, o da sizə köhnə əvvəlki dövrlərdə, yəni dünya üzərində kiminsə hansısa sintakslərdən istifadə edibsə, o proqramın yaddaşında, yəni onlayn rejimdə olduqda transferlərdə qalır və sizə köməkliklər göstərir. Necə misal üçün Google-da bu cür hər hansı bir məlumatı axtaranda, əvvəllər axtarılmış məlumatdırsa, anidən onun adı çıxır. Yaxud da hər hansı bir səhvlərimiz olduqda R proqramında bu səhvləri göstərmir. Sadəcə olaraq proqramı icra etmir. Python proqramının üstünlüyü odur ki, yəni orada alınmayan hər hansı bir problem çıxdıqda isə ehtimal oluna bilən səhvləri bizə təqdim edir. Bundan sonra hər ikisi, yəni tərcümə olunan dillərdir. Tərcümə olunan dillər nə deməkdir proqramlaşdırma dillərində? Yəni biz onu artıq gələcəkdə hər hansı bir proqramda istifadə edərkən, oradan aldığımız, yəni R proqramından olsun, Python proqramından olsun, alınan nəticələri ev-üzdəmi, statadamı, SPSS-də istifadə edə bilirik. Yəni onun qrafikasına uyğun olaraq, necə ki onu yadda saxlayanda, yadda saxlamağı biz veririk, yəni oradan eksport eləyəndə faylları, hansı proqramda gələcəkdə istifadə edəcəksə onu kimi saxlamağa, istər bizə Excel faylı kimi, istər Word faylı kimi, istər internet üzərində olan XML faylı kimi, nə formada istəsək, yəni hər ikisindən çıxış formalarını verir. Bundan sonra hər ikisinin, yəni alqoritm dizaynlarından istifadə etmək olar ki, yəni əvvəllər kim tərəfindənsə istifadə olunmuş hər hansı bir alqoritmlər varsa, yaxud da hər hansı bir məsələ qoyuluşudur. Misal üçün bizim qarşımızda məsələ qoyuluşu qoyulub ki, bu iki iqtisadi fəaliyyət sahəsinin, iqtisadi fəaliyyət növünün arasının, alt bəndləri arasındakı əlaqələr qurulsun və birinin digərlərinə təsir imkanlarına baxılsın. İndi sual verə bilərsiniz ki, müəllim, bəs bunları Evuz proqram paketində də edə bilirik. Sizin bir nəzərinizə bir şey çatdırım ki, yəni Evuz proqram paketində birinin digərlərinə təsirlərinə baxdıqda, istər xətti reqressiya, istər çox xətti reqressiya, çox təsirli amillər qurduqda, onların digər təsir imkanlarında artıq, belə deyim sizə, bizim izah edici və asılı dəyişənlərin sayı artdıqca oradakı əlaqələrin ehtimallığı böyüyür. Bundan sonra qeyd edim ki, hər ikisi yüksək səviyyəli proqramlaşdırma dilidir. Yəni hal-hazırda onların imkanlarından istifadə edərək bütün statistik məlumat bazaları olsun, onların üzərində əməliyyat olsun ki, biz öz istəyimizə uyğun qura bilərik. Yəni öz istəyimizə uyğun onları qruplaşdıra bilərik. Amma hazır proqramlarda isə biz bunu edə bilmirik. Bundan sonra, yəni istər R proqramı olsun, istər Python proqramı olsun, onların hər ikisi açıq istifadə üçün mümkündür. Open source deyirlər. Tədbirin sonunda da, yəni əgər istəsəniz, mən onların hər birinin linklərini mi deyim, yaxud da məndə hazır yüklənmiş formaları var. Yüklənmiş formalarını bir Google Drive-a yükləyərik, yəni oradan artıq rahat istifadə edə bilərsiniz. Bundan əlavə növbəti, yəni bunların oxşar xüsusiyyətlərini demək istəyirəm. Buralar daha çox proqramlaşdırma dilinə uyğun olduğundan MySQL və Oracle kimi, yəni verilənlər bazalarını birləşdirmə qabiliyyətinə malikdir. Sual verilə bilər ki, bunlar bizim üçün nə üçün lazımdır? Biz istəsək də, istəməsək də, hörmətli tədbir iştirakçıları, həmin o məlumatların, yəni istər Dövlət Statistika Komitəsi olsun, istər digər təşkilatlar olsun, elektron məlumatların, yəni bazalarda yerləşdirilməsində, onların sayt üzərində interfeysinin verilməsi üçün onların son olaraq, yəni proqramlaşdırma dillərində ya MySQL-un, ya Oracle-un üzərində verilmiş bir bazada formalaşır ki, biz artıq onlardan istifadə edərək öz, yəni datalarımızı rahatçılıqla götürə bilirik.
Bundan əlavə həmin o faylları biz Excel faylindən, misal üçün bizə hər hansı bir Excel faylı verilib, Excel faylindən artıq istər R, istər Python proqramıyla, istər internet üzərindən, XML faylı üzərindən, Johnson sənədləri kimi, yəni fayllar vardır ki, bəzi dataların üzərindən, yəni son dövrlərdə istifadə olunur. Əsasən beynəlxalq valyuta fondu istifadə edir onu. Həmin o fayllarda biz R və Python proqramına yerləşdirərək onların üzərindən istifadə edə bilirik. Bu hər iki dilin, yəni son oxşarlıqlarından demək istəyirəm ki, hər iki dildən rahatçılıqla, yəni həm istər mən olum, həm Mac üçün, həm də yəni Windows proqramı əməliyyat sistemi üçün rahatçılıqla yükləyib istifadə etmək olur və öyrənməsi çox asandır. Son dövrlərdə isə, yəni bu proqramların istifadəsi və yüklənməsi üzrə, yəni manuallar deyirlər, istifadə təlimatları bir neçə, yəni xarici dildə həm proqramın öz daxilində, həm də rahatçılıqla istifadəsi üçün mümkündür. R proqramının digər müsbət xüsusiyyətlərindən də biri odur ki, ekonometrik və statistik tədqiqatlarda dediyim üçün, əsasən orada zaman sıralarının stasionarlıq problemləri var ki, orada ARIMA modellərinin qurulması. Onu indi növbəti hissədə onu da qeyd edəcəm. G+ Dimetri deyilən bir proqram var. Son dövrlərdə zaman sıralarının stasionarlığını, yəni nə EBUS proqramı üzərində, nə SPSS proqramı üzərində həyata keçirilmir. Bunlar əsasən R proqramının üzərində həyata keçirilir son dövrlərdə. Beynəlxalq Valyuta Fondunda girib təlimatlarına baxsaz görəcəksiniz və Python üzərində. Bunlar da artıq həmin o zaman sıralarının stasionarlıq problemini aradan qaldırılması üçün, yəni bizim əlimizdə bir datalar mövcuddur və o dataların stasionarlıq probleminin olub-olmadığını biz modelin içində artıq ona... Buyurun, əlavə, neysə sual var idi. Həmin o proqramların içərisində artıq bizə, zaman sıralarının stasionarlığından, problemlərdən ayrılmış faylları həll etmək üçün artıq ARIMA modelləri də R proqramının sintaksisinə, belə deyim ki, üzr istəyirəm, orada bir özünün köklü baza setupı var, bir də ki, sonradan quraşdırılmış. Artıq yenilənmiş ən son versiyalarda ARIMA modelləri olsun, onların törəmə hissələri olsun, onlar artıq bir hazır sintaksis kimi yerləşdirilib ki, bu da bizim istifadəmiz üçün çox rahatdır. Əvvəl onları əllə yazırdı, amma hal-hazırda isə ona ehtiyac olmur. Bundan əlavə, fərqlər nədən ibarətdir? Fərqlər ondan ibarətdir ki, R statistik proqram paketi ancaq statistik və iqtisadi məlumatları, yəni qrafiklər üzərində olsun, proqramlaşdırma dilləri olsun, ancaq iqtisadi problemlərin həllinə yönəlmişdir. Python isə yüksək səviyyəli, yəni ümumi məqsədli bir proqramlaşdırma deyilir. Orada həm statistik tədqiqatlar apara bilərik, həm analizləri həyata keçirdə bilərik, həm oradan özümüz üçün hazır bir proqram da yaza bilərik ki, misal üçün zaman sıralarının stasionarlıq problemini həll etmək üçün özümüz üçün bir dənə sintaksis yazarıq ki, gələn dəfə məlumatlar bizə gələndə hər dəfə açıb o sintaksisi yazmarıq. Yadda qalmış sintaksis vasitəsilə həmin o bizdəki dataların stasionarlıq problemini, digər problemlərin, yəni məlumatlar arasında avtokorrelyasiyanın olub-olmamasıdırmı, onlardan problemi çıxardıb artıq model qura bilir. Fərqləri nədən ibarətdir? Hər ikisinin dəstək sistemi, yəni müxtəlifdir. Python proqram paketinin, hətta onlayn konsultasiyası var ki, məsələn, hər hansı bir çətinlikləriniz olsa, proqramı yaradan, şirkətlə belə, yarandığı problemi dedikdə qısa bir müddətə cavab verilir. Hər iki proqramın özü onlayn rejimdə, yəni hər hansı bir web sayt üzərində qoysanız, Pythonda hər hansı bir proqram yığsanız, misal üçün, belə deyim, hər hansı bir universitetin göstəriciləridir. Keçən ilə nisbətən, bu ilə nisbətən, onların müqayisəli təhlilini yazıb, yəni hazır proqramdan çıxarış etsəniz, onları rahat saytlar üzərində qoyub benchmarking sistemində edə bilərsiniz. Yəni keçən ilə nisbətən artıbmı, bu ilə nisbətən artıbmı, başqa məlumatlara nətər artıbmı, azalıbmı? Bunlar üzərində də həyata keçirmək olar. Bundan başqa qeyd edim ki, R proqram paketində yazılmış məlumatları Python proqram paketində oxunur və onun davamı olaraq da, yəni uzantısı olaraq da onun üzərində prosesləri həyata keçirmək olur. Lakin Python proqram paketi, yəni ümumi istifadədə olan bir proqramlaşdırma dili olduğundan onun üzərində yazılmış bəzi məlumatlar, qrafiklər ola bilsin ki, R-ın tərkibində istifadə olunmasın.
Burada skriptləri də qeyd etmək istərdim ki, istər R, istərsə də Python proqramlaşdırma dillərində, yəni bizim yazdığımız skriptlər, alqoritmlər, sonrakı dövrlərdə istifadə olunan sintaksislər yaddaşda qalır. Bu, yəni proqramlaşdırma dilinin üstünlüyü odur ki, yaddaşda qalmasıdır ki, biz onları yəni əlavə olaraq save edib, yəni lazım olan bir papqamızda. Gələn dəfə artıq onu yazmırıq. Bir dəfə qursaq istifadə üçün rahatdır və onun sintaksisini bölüşə də bilirik ki, misal üçün müəllim dərsdə hər hansı bir tələbələr üçün bir sintaksis yazdı. Bütün tələbələr üçün bölüşə bilər ki, tələbələr artıq ev tapşırığını ondan rahat istifadə edə bilsin. Bunların yəni fərqli cəhətlərinlə yanaşı hər ikisinin üstün cəhətlərindən də biri də inteqrasiya edilmiş inkişaf mühiti vardır ki, yəni onların üzərində gələcəkdə artıq istər Excel proqramı üzərində olsun, müxtəlif proqramlar olsun ki, biz belə deyim sizə, həmin onların üzərində studiyolarda artıq yəni quraşdırılmış, məsələn, sizə necə bir qeyd etdim ki, Python proqramını Spider'in üzərindən istifadə etmək olur, daha rahatdır. Digər yəni yaradılmış studiyoların, ellipslərin üzərindən də istifadə edə bilirik. Əsasən bunların tətbiqlərinə gəlmək istərdim ki, R statistik hesablaması bu gün hal-hazırda, yəni Avropa olsun, Amerika olsun, bir çox universitetlərində proqnozlaşdırma, statistik məlumatların təhlili və onların üzərindəki yəni web inkişaf elətdirilməsi, nəticələrin əldə edilib şəbəkədə paylanmasına xidmət edir. Yəni, hər ikisi proqramlaşdırma dilidir və istifadə olunur. Lakin, yenə də qeyd etmək istəyirəm, böyük iri məlumatların təyinatından asılı olaraq onlar fərqləndirilir. Məsələn, hal-hazırda hazır SPSS və EVUS proqramlarının fərqini sizə edəcəm. EVUS proqramından istifadə etmişsinizsə, siz oraya məlumatları, misal üçün, daxil olursunuz Dövlət Statistika Komitəsinə, Maliyyə Nazirliyinə, Mərkəzi Banka, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Dünya Bankına, oradan verilmiş məlumatları daxil edirsiniz. Özünüz təyin edirsiniz ki, bizim yəni asılı dəyişənimiz nə olacaq, izah edici dəyişənimiz nə olacaq, izah edici dəyişənlərimiz hansı olacaq, onları təyin etdikdən sonra isə, yəni artıq onlar arasında reqressiya, korrelyasiya, digər əlaqələrə baxırıq. SPSS proqramının üstünlüyü ondan ibarətdir ki, və bax bunu qeyd eləmədim, SPSS proqramının üstünlüyü ondan ibarətdir ki, iri həcmli məlumatların emalına kömək edir. Sual verə bilərsiniz ki, müəllim, əgər EVUS proqramı varsa, bəs bu SPSS nə üçün? SPSS ondan ötürüdür ki, mənim Azərbaycan üzrə 50 dənə müayinəçim var. 50 olmasın, 500 dənə müayinəçim var. Hal-hazırda müəyyən strukturlar həmin bu, yəni müayinələr mi deyim, statistik müşahidələri həyata keçirir. Onların yəni özlərində planşetlə həmin sorğuları həyata keçirirlər. Günün sonunda, əgər onlar mənim mərkəzimə bağlıdırlarsa, yəni əgər mənim SPSS proqramı lisenziyalıdırsa, yəni onların əldə etdiyi məlumatlar, yəni faylların çıxarılıb da mənə göndərilə bilər, amma ona ehtiyac yoxdur. Yığdıqdan sonra sinxronizasiya vasitəsilə, yəni bazam məndədirsə, artıq mənim mərkəzi bazama yığılır. Və burada artıq ölkə üzrə 50.000 müayinə olsa belə, mən artıq o sorğuların nəticələrini görürəm, o sorğuların kənarlaşmalarını görürəm, o sorğuda rahat qruplaşmalarımı həyata keçirdə bilirəm, o sorğuda göstəricilərin 50 sual olsa belə, 50 göstəricinin bir-birinə təsir imkanlarına baxa bilirəm və həmin müayinəçilər heç mənim yanıma gəlməsələr belə, proqram vasitəsilə mən artıq onlardan məlumatı götürüb emal edə bilirəm. Sual verə bilərsiniz ki, 50 sorğuçunun hərəsinin 1000 dənə misal üçün müşahidə aparması 50.000 idi. Lakin təsəvvür edək ki, həmin bu sorğu, misal üçün Dövlət Statistika Komitəsi 3 aydan bir o sorğunu keçirir. Ev təsərrüfatlarının sorğusu var, əhalinin iqtisadi fəallığına dair sorğu var. Bunların nəticələri bir bazaya yığılır. Keçən ilin bu dövrünə nisbətən analiz vermək istəsək, görün nə dərəcədə çətin olar. Təsəvvür edin ki, 50.000 indiki, 50.000 ondan əvvəlki, yaxud 3 il bundan qabaq, 4-cü rüb üzrə hər hansı bir analizləri həyata keçirmək istəyir. O məlumatları necə əldə edəcəyik? Yəni, onların arasındakı əlaqələr. EVUS proqram paketində netdir. Biz zaman sıramızı qoyuruq, 10 illik, 20 illik, 30 illik o məlumatların bir-birinə təsirinə baxırıq. Amma SPSS-də isə istər məlumatların yekunlaşdırılması, istər onların belə deyim sizə, normal paylanmaya tabi olması, ondan əlavə, onun yəni həmin o modelləşmə üçün gətiriləcək nəticələrini proqramın özü avtomatik eləməyə qabiliyyətinə malikdir ki, və onun son nəticələrini də bizə verir. Yəni, müayinəni keçdik, müşahidəni keçdik, müşahidənin nəticəsinin yekunlarını həm bizə qrafik şəkildə,
vizual şəkildə, rəqəm şəkildə. Keçən ilimiz varsa, misal üçün keçən ilin müvafiq dövr, onlara nisbətən artım dövründə, onlara nisbətən ortalamanın artmasını, azalmasını və bunları göstərir. Hər iki proqramın yəni oxşar cəhətləri ondan ibarət ki, hər ikisi üzərində statistik tədqiqatlar aparmaq olur, hər ikisi üzərində statistik, yəni analizlər həyata keçirmək olur, ekonometrik qiymətləndirmələr aparmaq olur. Hər iki proqram qeyd edim ki, lisenziyalıdır, lakin məndə bunların lisenziyaları var. İstəsəz sizinlə də bölüşərəm, yəni lisenziyalıdır. R və Pythondan fərqli olaraq, yəni lisenziyalarının qiyməti pulludur və korporativlər üçün, yəni bir çoxu istifadəçi üçün, yəni bir neçə user üçünsə bahadır. Yəni orada yenə də qeyd edirəm, əgər 50 dənə sorğuçumuz varsa, onun hər biri daima istifadə edirsə, lisenziyalıdır. Yəni bunlar üçün açar almaq lazımdır və istifadə etmək lazımdır. Amma R və Python pulsuz idi. Yəni open source-dur, yükləyin, istifadə edin. Bundan əlavə də uşaq qeyd edim ki, SPSS və ev-üzdə, yəni ekonometrik modelləri qurduqda ev-üzdə əsasən iqtisadi modelləri bizə verir. Amma SPSS-də də sosial modellər, yəni orada bir neçə sosial modellər vardır ki, məsələn, əhalinin rifah halının qiymətləndirilməsi üçün, belə deyim də sizə, tək gəlir deyil, o gəlirdən əhalinin rifah halının göstəriciləri vardır ki, onları qeyd edə bilər ki, onların inkişaf istiqamətlərini təyin edək. Misal üçün, hal-hazırda istər doing business hesabatı olsun, istər qlobal rəqabət qabiliyyətli hesabatı olsun, onlarda o göstəricilər vardır ki, o göstəricilər net sizin nə qədər pul qazandığınız deyil. Siz onun suallarına da baxsanız görərsiniz ki, yəni teatra gedirsinizmi, kinolara gedirsinizmi, onların əsasən xəstəxanalara ağırmasanız, yəni hər hansı bir orqanıza, onların nəticələrini təhlil eləmək üçün sosial modellər var. İqtisadçılar onlardan bir qədər çox istifadə etmirlər. Əsasən sosial sahədə yəni istifadə olunur. Həmin o modelləri sorğular nəticəsində SPSS-lə əldə etmək olur. SPSS və STAT arasındakı fərqləri demək istərdim ki, yəni bunların hər ikisi iri həcmli, çox belə deyim ki, uklatlı məlumatların emalı üçündür. Kimlərsə olar ki, deyər ki, məsələn, mən ev üzərində də 50.000 məlumatı emal edə bilərəm. Yenə də qeyd edirəm, SPSS proqramı ilə STATA-nın üstünlüyü ev üzdən ondan ibarətdir ki, iri məlumatları birləşdirərkən, onlardan nəticələr əldə edərkən, onların kənarlaşması olsun, ortalanması olsun, belə deyim sizə, dispersiyasını məlumatların əldə edərkən, özü avtomatik olaraq orada olan artıq mı deyim, əksik mi deyim, məsələn, stasionarlıq problemləri mi deyim, əlavə ortanı artıran rəqəmlər mi deyim, onlardan həll edib də bizə net modelləşmə üçün nəticə olacaq, yəni bir cədvəli verir. Yəni 50.000 insandan aparılan sorğunun nəticəsini bizim üçün çıxardır, onun kənarlaşmasını çıxardır, kənarlaşmasını nə üçün çıxardır? 50.000 adamdan, məsələn, 5 adamdan sorğu keçirmişik, onun ikisi kənarlaşmadan çox qıraq məlumat bizə verir. Lakin biz onu ana kütlədən seçdiyimiz o seçmədən həmin məlumatları ana kütləyə tətbiq eləsək, biz ana kütlə üçün səhv məlumatlar əldə edəcəyik. İndi sual verə bilərsiniz ki, bəs proqnozlaşdırmada olmalıdır da, 100%li nəticə yoxdur. Lakin 100%li nəticə olmasa da bizim özümüz də, yəni müəyyən sərhədlər daxilində baxaraq həmin məlumatlara təzədən emal etməliyik. Amma SPSS proqramı bunu özü, yəni həmin o sorğunun nəticələrinə uyğun olaraq, həmin onun kənarlaşmalarına uyğun olaraq məlumatları özü emal edib də bizim gələcəkdə model üçün istər makro modellər olsun, istər qeyri-xətti modellər olsun, onların qurulması üçün hazır vəziyyətə gətirir. STATA proqramının isə SPSS proqramının üstünlüyü odur ki, müxtəlif uklatlı, yəni müxtəlif çox göstəricili məlumatların emalı və onların üzərində statistik və ekonometrik qiymətləndirmənin aparılmasına köməklik göstərir. Çox uklatlı deyəndə, yəni çox göstərici ondan ibarətdir ki, yəni həmin məlumatlara həm daxili, həm xarici bir neçə təsir imkanları ola bilər. Bir neçə təsir imkanları ola bilər ki, onların bir-biri ilə arasındakı əlaqə, istər reqressiya, istər korrelyasiya əlaqəsi olsun, istər sonlu qarışıq modelləri olsun, açıq reqressiya modelləri olsun, onların əlaqələndirilməsində STATA-nın özünün hazır proqram paketi vardır ki, onlardan istifadə etməklə biz artıq həmin datalardan məlumatları emal edə bilərik. Burada sizə qısaca danışmaq istədiyim bir dənə də MATLAB proqramı vardır ki,
New Mexico Universiteti tərəfindən yaradılıb. Nə üçün bu proqramdan danışmaq istərdim? Burada əsasən kiçik riyazi çevrilmələr olsun, ölçülmələr olsun, onların yəni hazır formata salınması üçün bizə köməklik göstərən bir proqramdır. Yəni siz özünüz R və yaxud Python proqramlaşdırma dili üzərində məlumatları istifadə etsəniz, onların üzərində həmin o prosesləri danışsanız, yəni istifadə etdiyiniz dövrdə orada bəzi riyazi çevrilmələrə ehtiyac olacaqdır ki, onların kod dilində yazılması yaxud bir göstərici, belə deyim sizə ki, qurulması bir dərəcədə bizə çətinlik göstərəcək. Buna misal olaraq çox xəttli reqressiya modelini sizə deyim ki, çox xəttli reqressiya modelini bildiyimiz kimi biz necə edirik? Yəni onun fərqli olaraq, yəni ən kiçik kvadratlar metodundan da həll edə bilərik, onun matrisini də qura bilirik. Amma həmin bu MATLAB yəni proqramı bizə həmin onun matrisini qurmağa kömək edir ki, artıq bizə verilmiş məsələnin qoyuluşunu matris formasında biz götürüb rahatlıqla istər R-da, istərsə də Python proqramında istifadə edə bilərik. Və MATLAB-ın alqoritmi çox sadədir, dizayn olsun, onun sınaqları olsun, çox sadədir və bizə verilmiş ilkin, yəni iqtisadi, sosial məsələlərin matrisinin qurulmasında, ondan yəni kiçik riyazi nəticələrin əldə edilməsində istifadə etməyə imkanlar verir. MATLAB-ın üstünlükləri ondan ibarətdir ki, yəni Excel proqramı üzərində müəyyən bir prosesləri rəqəm üzərində edir. Amma onların alqoritminin qurulması olsun, ardıcıllığının qurulması olsun, yaxud da necə sizə deyim, onların davamlı olaraq bölgülü sistemlərinin qurulmasında bir dərəcəlik Excel bizə, yəni işimizə tam da yaramır. Onun üçün də yəni MATLAB-ın üstünlüklərindən istifadə edib, həmin o matrislərin qurulması olsun, vektor matrislərinin qurulması olsun. Misal üçün, A üstü T matrisi var ki, onun tərsinin tapılmasını biz Excel proqramında etsək, bir dərəcədə vaxtımız azdır. R proqramı üçün çox rahatdır bu. Amma həmin o MATLAB-da isə onun yəni matrisin transponeri olunmuş matrisi olsun, tərs matrisi olsun, vahid matrisin qurulmasında çox rahatçılıqla bunları istifadə etmək olur. Diqqətinizə görə təşəkkür edirəm. Hər hansı bir suallarınız varsa, buyurun. Bəli, Elnur müəllim. Aha, bəli, əslində Elnur müəllim, bizdə çatada suallar yazıblar. Çatdakı sualları da oxuyarıq, çat bölümündəki sualları. Belə əgər özü nəsə fikir bildirmək istəyən sualı olan varsa, belə canlı da buyursun. Sonra çat bölümündəki sualları da ünvanlayarıq Elnur müəllimə. Buyurun. Bayaqları Elnur müəllim, Ceyran xanım demişdi, biraz praktik nəsə göstərmək. Mümkünsə onu da göstərir. Mümkündür. Bəli, göstərim mi? Aha. Slaydı bağlayın da. Baxın, mən məsələn SPSS proqramını demək istəyirəm. SPSS proqramı sadə bir proqramdır. Yəni, onu artıq götürüb öz D-diskinizi açsanız belə, yəni ilkin üzərində onun bir işarəsi çıxır, onu ekrana da qoya bilərsiniz. İlkin olaraq SPSS proqramını göstərirəm. Ceyran xanım, rahat görürsünüzmü ekranı rahat? Bəli, müəllim, görünür. Aha. Burada yəni SPSS proqramını açanda istəsəz yenidən açın mən onu, siz daha rahat görəsiniz, yəni istifadəsi üçün. SPSS proqramını açdıqda, yəni Excel proqramına oxşar rahat bir proqram. Burada əvvəllər əgər bizim SPSS faylımız varsa onu götürə bilərik, yaxud Exceldə hər hansı bir müayinə nəticələrimiz varsa onu götürə bilərik, yaxud özümüz götürə bilərik, yaxud da heç nə götürməyib özümüz yarada bilirik. Bunu açdıqdan sonra isə, yəni faylı açdıqdan sonra bunun iki hissəsi var. Datalara baxmaq və həmin o göstəricilərin, məsələn, işarələri. Məsələn, görürsünüzmü, əgər bizim İlkin olaraq, məsələn, variable view var. Oradan misal üçün götürüb ümumi daxili məhsul yaza bilərik göstəricimizin biri və type-ına baxırıq. Rəqəmlidir, yəni 8 dənə rəqəm geçsin, özümüz qoya bilirik. Vergüldən sonra 2 rəqəm geçsin, labelları var, dəyərləri var, sağda olsun, yəni yazı solda olsun və ölçülə bilən. Ondan sonra, misal üçün, ümumi daxili məhsul yazaq, məsələn, investisiya yazaq, investisiya. Qısa yazıram. Onu da qoyduqdan sonra, yəni başlıqlarını özümüz yazırıq. Özüm məlumat yoxdur deyə, yəni başqa bir sorğu məlumat yoxdur. Əllə göstərməyə, daxil etməyə göstərmək istəyirəm. Artıq bizim qayıtdıqda bura 2 dənə sütunumuz olur. Yəni illərimizi qoya bilərik,
ümumi daxili məhsul və investisiya. Misal üçün, rəqəmləri daxil etsək, özümüzdən hər hansı bir izafi rəqəmlər daxil edirik. Bir dənə də yazın, bəs edir. Aha, bunların arasında ekranı rahat görürsünüzmü? Bunların artıq içində hazır qurulmuş hissələr var. Məsələn, datalar üzərində əməliyyat, faylın özü olsun, bunu saxlayaq, eksport edək, yaxud ar üçün hazır edək. İndi onu arda da sizə göstərəcəm necədir. Məlumatların daxil edilməsi Excel-dənmi götürək, Statadanmı götürək, yazılmış həmin formadanmı götürək, həmin məlumatlar yazıldıqdan sonra gəlirik analiz hissəsinə. Analiz hissəsində artıq reqressiyanı qurmaq üçün hazır reqressiyanın bir neçə növü var. Məsələn, liner var, xətti, curve estimated formaları var, multisi var, non-liner var, məsələn, qeyri-xəttisi var. Məsələn, lineri vuraq, xətti bildiyimiz. Burada depend, independ. Məsələn, hansını qoymaq istəyiriksə, X-a, hansını Y-ə qoymaq istəyiriksə, özümüz seçirik. Məsələn, ümumi daxili məhsulu qoydum depend-ə. İnnovasiyamızı da investisiyamı da qoydum, məsələn, independ-ə. Yenə də deyirəm, çox asan istifadəsi. Və buradan artıq statistika hissəsinə gəlirik. Nələri istəyiriksə görək, məsələn, determinasiya əmsalını görmək istəyirik. R kvadrat görürsünüzmü? R square. Ekran rahat görünürmü? Deskriptiv statistikamızı da versin. Yarım korelyasiya olsunmu, olmasınmı? Darwin-Watson statistikasını versinmi? Hə, bir də bir şey deyim burada. Bunun yəni evinizdən çatışmayan hissəsi nədən ibarətdir? Burada Darwin-Watsonun özünü verir. Misal üçün 1.9, 1.8, 2. Amma Darwin-Watson şərt, biz avtokorelyasiyanı bilmək üçün Darwin-Watson şərtinə baxmaq üçün evinizdə o artıq Darwin-Watson cədvəlindən, bildiyimiz kimi bizim Darwin-Watson cədvəlimiz var. Biz oradan baxıb bilirik. Yəni enlərimizin sayından, yəni zaman sıralarımızın sayından, yəni asılı dəyişənlərimizin sayından asılı olaraq Darwin-Watson cədvəlində etibarlıqla, yəni 1%-mi, 5%-mi, 10%-mi cədvəldən baxıb artıq məlumatı bilirik ki, yəni bunların arasında avtokorelyasiya varmı, qalıqların arasında yoxdurmu? Burada isə sadəcə olaraq Darwin-Watsonu göstərir. Yəni buradan artıq continue-nu vurduq və OK-yi vurduqsa artıq həmin reqressiyanın əmsallarını da göstərir, determinasiya əmsalını da göstərir, fikir verirsinizmi, standart səhvi də göstərir. Yəni bütün bizə lazım olan statistik prosesləri göstərir. Və bunu özümüz üçün çapda eləyə bilərik, hər hansı bir Word faylına da ata bilərik, məlumat kimi qıraqda da saxlaya bilərik. Bunu bağlayıram, təzədən göstərəcəm. Gözləyin, bağlayın bunu. Məlumatlarımızdır, daxil olunub. Yenə daxil oluruq analizə, misal üçün. Reqressiya dedi, Ceylan xanım, elə onun üzərində göstərmək istəyirəm. Reqressiya. Buradan lap məlumatları geri verim. Aha. Ümumi daxili məhsulumuzdur. Depend veririk, investisiyamızda independ. Statistika hissəsinə vururuq. Nələr bizə lazımdırsa, modelin formalaşması, determinasiya əmsalı, deskriptiv statistikamız, continue vururuq və OK. Artıq SPSS proqramı bizim, yəni 50 min əhalinin arasında apardığımız müayinənin nəticələrinə uyğun olaraq yekunlarımızdan nəticələri verir. Burada biz artıq bunu çap eləyə misal üçün göstərdim, yəni vaxtın məhdudluğundan. Yəni artıq burada biz transform edib həmin o faylların çevrilməsinə, kodlaşmasına baxa bilirik. Burada analizin başqa açarları da var. Bildiyimiz kimi, məsələn, deskriptiv statistikası var. Yəni həmin məlumatların deskriptiv statistikalarını verə bilirik. Cədvəl formasında verə bilirik. Ortalanmanı, kənarlaşmaları verə bilirik. Xətti modellərə baxa bilirik. Bir neçə xətti modellərə baxma imkanımız mövcuddur. Bununla bağlı aydındırmı? Yəni ilkin tanışlıq. Təşəkkür Bir dəqiqə edirəm bağışlayın. müəllim. Aydın oldu. Çətin deyil ki, yəni ilkin olaraq. Xeyr, çətin deyil, istifadəsi daha rahatdır. Elə bil dediyiniz kimi də proqram özü verirdi ya, artıq orada heç bir düstur yazmağa falan ehtiyac yoxdur. Yəni reqressiyanı özü qurur, eləyir. O zaten üstündür. Bəs Statada da elədirmi, yoxsa? İndi göstərəcəm. Aha. Baxın, bu da R proqram paketidir. R proqramı. Vururam üzərinə açıldı. R proqramı fikir verdinizmi? Artıq SPSS-dən fərqli olaraq burada artıq kodlaşma dillərindən istifadə etməliyik. Əvvəldən yazılmış sintaksə uyğun olaraq. Fərqini artıq bildinizmi proqramlaşdırma dilindən?
Yəni proqramda olan fərqlər nədən ibarət? Burada artıq bizə lazım olan reqressiyanı mı quracaq, nəyi mi quracaq, faylları hardan götürəcəyik, məlumatları hardan götürəcəyik? Yəni əvvəlcədən sintaksislər yazıb hazır qoymalıyıq, ona uyğun həyata keçirmək. Bu bir dərəcə, yəni işlədikdən sonra daha mütəxəssisləşəndən sonra istifadəsi rahatdır. Yəni fikrimi izah edə bildimmi? Yəni artıq burada fikir verirsinizmi? Hazır paketlərdə artıq hazır reqressiya yoxdur. Fikrimi izah edə bildimmi? Yəni funksiyaların qurulması. Həmin Python proqramının özü də bunu formadadır. Yəni proqramlaşdırma dillərini artıq orada yazmalıyıq ki, if, regression, this column, orada hər birini işarə etməliyik, məlumat daxil etməliyik. Ondan sonra nəticələr əldə edilir. Stata proqramı isə R və SPSS-in ortaq bir yerindədir. Orada həm proqramlaşdırma dilini, yəni özümüz istədiyimiz fayllarda verə bilirik. Və ondan əlavə də, yəni hazır formada, cədvəllər formasında da verə bilirik. Yəni bu ikisini praktik olaraq göstərdim. Bəs edirmi? Mənim üçün təşəkkür edirəm, kifayətdir. Digər əməkdaşları bilmirəm. Çox sağ olun. Alxan müəllim deyəsən söz var. Alxan müəllim danışmaq istəyirdiniz. Aha, buyurun. Amma səsiniz yaxşı gəlmir Alxan müəllim. Biraz mikrofonu. Bəli. Səsiniz nəsə yaxşı gəlmir. Biraz mikrofonu yaxın. Necə gəlir? İndi biraz yaxşı gəlir, amma biraz yaxın oturun. Deməli, Elnur müəllim, əvvəla təşəkkür edirəm çox məzmunlu və əhəmiyyətli çıxışınız üçün. Amma bir müəllim kimi sizə bir təklif eləyərdim, misal üçün. Deməli, biz deyirik ki, əgər biz bir izah edən dəyişən varsa və bir izah olunan dəyişən varsa, yəni asıl dəyişən varsa, onda bir cüt bizim dəyişənlərimiz olur. Və bu bir cüt dəyişənin daxil olduğu reqressiya təlinə cüt reqressiya təlini deyirik. Və burada xəttli olanda cüt xəttli reqressiya təlini deyirik. Amma bununla bərabər qeyd edilir ki, adətən hər hansı asılı dəyişənə, iqtisadi göstəriciyə birdən çox müxtəlif iqtisadi göstəricilər təsir edir. Birdən çox. Bu halda biz deməli çoxlu amillər təsir edir. Ona görə də Elnur müəllim, mən təklif edərdim ki, da buna çox xəttli reqressiya deməyək, çox amilli xəttli reqressiya deyək. Bilirsiniz necə? Deməli biz deyirik ki, tutaq ki, çox amilli xəttli reqressiya. Tutaq ki, burada Y və X-lar arasındakı əlaqələr xətlidir. Onda deyirik çox amilli xəttli reqressiya. Əgər qeyri-xətlilik varsa, aydın məsələdir ki, çox amilli qeyri-xəttli reqressiya deyil. İndi tutaq ki, nə xəttiliyi bilirik, nə qeyri-xəttiliyi bilirik. Onda siz demişkən, mən ona deməliyəm, deməli, çox reqressiya təlinidir. Bu biraz, bilirsiniz, bu mnojestvenная sözündən gəlir, mnogo sözündən gəlmir. Ona görə də onu yaxşı olar ki, çox amilli kimi işlədir. Mən təklif edirəm. Olar. Bax, Olar Alxan müəllim. amilli olanda bəri başdan bilirik ki, burada deməli təsir edici amillərin sayı birdən çox. X-lərin sayı birdən çox olur. Bəli, bəli. Amma ki, çox təşəkkür edirəm. Çox şey öyrəndik və öyrənmək lazımdır. Sağ olun. Sağ olun Alxan müəllim. Sağ olun. Çox sağ olun. Təşəkkür edirik. Başqa sualı olan varsa buyursun. Olmasa, demək bizdə burada chat bölümündəki suallara Elnur müəllim nəzər salar. Və Esmira xanımın sualı var. Müayinə nəticələrini emalı üçün bugünkü müasir proqramlardan hansını istifadə etmək normaldır? Aha. Müayinə nəticələrin emalı üçün SPSS proqramından istifadə etmək məqsədə müvafiqdir. Çünki orada həm statistik hissələrini verir, yəni statistik təsvirlərini verir və oradakı, yəni artıq digər modelləşmə üçün də hazır vəziyyətə, yəni aldığımız müayinə nəticələrini ortaya çıxardır. Necə izah edim bunu? Yəni biz sorğu nəticəsində məlumatları əldə edirik. Ana kütləni yox, seçmədən biz nəticələr əldə edirik, yəni sorğu həyata keçiririk. Onu ana kütləyə şamil etmək üçün o bir statistik emal olunmalıdır.
Yəni ola bilər ki, çox böyük kənarlaşmalar olsun, yaxud hər hansı bir müayinəçinin özü məlumatları əldə edəndə ola bilər ki, məlumatları səhv daxil etsin. Məntiqi yoxlama nəticəsində SPSS proqramı həmin o fərqlilikləri meydana çıxardıb aradan qaldırmağa bizə kömək edir. Yəni ən yaxşı olardı ki, SPSS-in özündən istifadə etmək məqsədə müvafiq olardı. Təşəkkür edirik. Bir də Python proqramlaşma dilinin müasir inkişafı barədə. Python haqqında danışdınız, düzdür? Bəli, bəli. Python proqramlaşdırma dilinin müasir inkişafı ondan ibarətdir ki, deyə bilərəm ki, biz əldə etdiyimiz nəticələr, istər sorğu nəticələri, istər modellər üçün, yəni proqnozlaşdırma üçün aldığımız nəticələri qrafik şəkildə, vizual effektlərlə təsvirinə bizə imkan verir. Yəni vizual effektlərlə artıq biz onu belə deyim də bir ekonometriklər, bir statistiklər o nəticələri məsələn determinasiya əmsalına baxıb da artıq vəziyyətin nə yerdə olduğunu bilir. Amma bu Python proqramı artıq biz ona bir vizual effekt versək ki, misal üçün 1-ə yaxın olanda buna inanmaq, yəni etibarlılıq daha çoxdur. Onu bir qrafik şəkildə də göstərməyə bizə imkan verir. Yəni bir çevrə təsvir eləsək ki, misal üçün çəkirəm, bunun bir misal çəkirəm sadəcə olaraq. Determinasiya əmsalının, yəni 1-ə yaxınlığı artıq bizim modelin adekvatlığını göstərir misal üçün. Onun bir təsvir kimi də, yəni bir külə şəklində göstərsək, o faiz çoxaldıqca külənin həcminin böyüklüyünü görə bilirik. Yəni üstünlüyü budur onun. Yəni bir təsviri də nəticədə verir bizim üçün. Oldu, təşəkkür edirik. Bir də Fərid müəllim Texnik Universitetdən sual verir. Elnur müəllim, bugün bizə bu proqramların əvvəlcə təşəkkür edir. Həm nəzəri, həm tətbiqi formada göstərdiyiniz üçün təşəkkür edirik. Burada bir sualı var idi. Bu proqramlardan hansı digərlərindən üstündür və nə üçün? Və öyrənmə baxımından ən əsası, asanı hansıdır? Çox sağ olun sualınız üçün. Belə bir şey deyim. Deməli, öyrənmək üçün ən asanı SPSS və ÖBÜZ-dür. Öyrənmək üçün, yəni ilkin mərhələdə, bunlar təbii ki, tətbiqi üçündür. Amma bunların net istifadəsi üçün statistik və ekonometrik məlumatların, yəni emalının nəticələrini bilmək lazımdır. Yəni nəzəri hissələrini bilmək lazımdır. Bunlar texniki bir şeylərdir. Yəni bu proqramlar texniki, yəni belə deyim sizə, vərəqdə hesablamamaq üçündür. Amma bunların öyrənilməsindən yanaşı, yaxşı olardır ki, həm statistika, həm ekonometri elminin nəzəri hissələri başa düşülsün ki, alınan nəticələr oxuna bilsin. Amma bu proqramlaşdırma dillərindən üstünlüyünə gəldikdə isə Python proqramlaşdırma dilinin üstün seçərdim. Nə üçün üstün seçərdim? SPSS olsun, ÖBÜZ olsun, Stat olsun, bunlar hazır dillərdə yazılmış proqramdır. Elə bilin ki, bizə bir çərçivə veriblər, biz o çərçivənin içində hazır alətlərdən istifadə edirik. Amma Python'dan istifadə edərək biz gələcəkdə özümüz də bir alətlər qura bilərik. Misal üçün, hər hansı bir məsələ qoyuluşu qoyula bilər, müxtəlif şərtləri yoxlaya bilərik. Əgər bu belə olmasa, belə olsa necə olar? Bu belə olmasa, belə olsa necə olar? Yəni, həmin proqramlaşdırma bizə artıq imkan verir ki, dili biz istədiyimiz bir sintaksisi yaza bilək. Yəni, o məsələnin həlli üçün bir sintaksis yaza bilək. Təşəkkür edir Elnur müəllim. Elnur müəllim, bayaq qeyd etdik ki, bizdə Facebook üzərindən də canlı yayımlanır. Facebookdan da sizə sual var. Seymur Səmədov soruşur. Regresiya və korrelyasiyanın riyazi izahını versəydiniz, nə olduğunu başa düşərdik. Yəni, biraz izah eləyə bilərsiniz. Facebookdan sual verirlər. Onu proqram üzərindən mi izah edeyim? Sizə necə rahatdır? Yəni, imkan varsa daha elə bir ki, anlaşılan olsun da, başa düşülən olsun. Qısaca deyim bunu, izahını verib. Bayaq da SPSS proqramı üzərində onu, məsəl üçün, rəqəmləri göstərəndə qeyd etdik ki, hər hansı bir iqtisadi göstəriciyə təsir edən göstəricilər vardır. Məsələn, ölkədə ümumi daxili məhsulun artımına təsir edən bir neçə göstərici vardır. Burada ola bilər ki, məsələn, ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi olsun, məsələn, başqa göstəricilərdən deyə bilərik ki, ölkədən ixrac olunan məhsulların dəyəri olsun. Burada artıq bir dəyişən və ona təsir göstərən, yəni asılı və izah edici dəyişənlər formalaşır. Yəni, bir neçə dəyişənin üzərində baş verən dəyişilmələr digər göstəriciyə təsir imkanlarını qiymətləndirmə şansı verir. Onun üçün də biz
yəni keçmişdə baş vermiş proseslərə uyğun olaraq, yəni keçmişdə əlimizdə olan datalara uyğun olaraq gələcəyə bir proqnoz verməliyik. Və bu proqnozun verilməsi üçün bunu xətti reqressiyanın üzərində izah edəcəm. Yəni və iki nöqtədən bir düz xətt keçir. Və bu düz xətt ən yaxşı düz xəttdir ki, hansı ki, gələcək tendensiyamızda, yəni bizim üçüncü nöqtəmizdə, misal üçün, investisiyamızın bu qədər vahid artmasında ümumi daxili məhsula nə qədər təsir göstərər, onun asıllığını həyata keçirmək üçün bir xətti tənlik qururuq. Yəni, həmin o düz xəttin tənliyini qururuq ki, gələcək üçün bizə proqnoz verməyə ilkin bir istiqamət olsun. Belə. Yəni, o ikinci sualına isə əlaqəli olaraq onu qeyd etmək istədim ki, bir göstəricinin digərinə təsir imkanları varmı? Onların arasındakı o asıllığı qururuq ki, yəni həqiqətən də bu göstərici bu göstəriciyə təsir edir ki, biz onların arasında bir əlaqəni yoxlayırıq. Misal üçün, həmin göstəriciyə təsir etməyən başqa bir göstərici ola bilər. Misal üçün, ümumi daxili məhsula ölkədəki yolların uzunluğu bəlkə də dolayısıyla təsir göstərir. Birbaşa təsiri yoxdursa, onları ölçməliyik ki, ondan sonra, yəni bunun ona təsiri varmı? Bunu həm nəzər hissədən bilməliyik, həm praktiki baxdıqdan sonra isə onunla bağlı, yəni model qura bilək, dataları yığıb istifadə edək. Cavablandırdım Rəna xanım. Baxıram, burada hamısı təşəkkür edirik. Bizdə Arzu müəllimə Hüseynova var, bizim eyni kafedrada çalışır. Professor Arzu xanım da buradadır. Hüseynova sizə təşəkkür bildirir. Salə xanım, Esmirə xanım. Hamı gözəl izahınız üçün, vaxt ayırdığınız üçün hamı sizə təşəkkür edir. Sualı olan varsa yenə də buyurun. Bəlkə sizin özünüzün əlavə edəcəyiniz bir şey varsa, siz özünüz buyurun. Əlavə edəcəyiniz, bəlkə demək istədiyiniz nəsə varsa, əlavəniz varsa. Belə bir şeyim yoxdur. Demək olar ki, bugünkü təlim üçün düşünürəm ki, yetər. Artıq bir saatdır, bəli, çox belə. Onlar Rəna xanım bir kəlmə mən deyim. Fərhad müəllim, siz söz demək istəyirsiniz? Aha, buyurun, Fərhad müəllim, buyurun. Valla çox sağ olsun, Elnur çox yaxşı təqdimat elədi, amma həddindən artıq çox geniş götürüb mövzunu. Hər birini ayrı-ayrı təqdim eləsə daha yaxşı olar. Gələcək tədbirlərdə inşallah. Ancaq bir başlanğıc üçün çox yaxşıdır. Uğurlar olsun, inşallah bunu davamlı eləsə daha məncənin daha məqsədə uyğun olar ki, hər bir proqramı ayrılıqda belə izahını versə. Bu daha effektiv olar. Yəni ki, bir neçəsini qarışdırmaqla o yüzden fikirlər də qarşı və arada. Ən azından Fərhad müəllim o müqayisəli gördü. Görürsünüz, sual verirlər ki, hansı daha, məsələn, bildiki tutam EVIOS. O baxımdan çox başlanğıc. SPSS məsələn sosial elmlər içində ən azı o gənclərimiz onun fərqini bildilər ki, və hansı daha asandır. Sonra qərar verə bilsinlər. Sənədlərin hazırlası müdafiəyə yaxınlaşır. İnşallah. Elnur müəllim söz verdi. Əslində dedi ki, lazımsa proqramlarda ötürə bilərik və s. Əgər belə dedi, gələcək tədbirlərimizə də sırf siz deyən kimi konkret ya EVIOS-mu və yaxud da SPSS-mi, sırf konkret yəqin ki, Elnur müəllim, eləmək olar da. Məsələn, bir saat konkret hansısa tədbirlə var. Eləmək olur. Olur. Arzu müəllim, nəsə sözünüz var? Ümumiyyətlə, hamı salamlayıram. Sizin bu seminarlara uğurlar arzu edirəm. Əsasən də Elnura uğurlar arzu edirəm. Yəni ki, Elnur bu sahədə işləyən insan olduğu kimi, praktik olduğu kimi, praktiki olaraq izah eləmək bilir. Yəni ki, və praktikada istənilən suala cavab verə bilər. Bunu biz hamımız bilirik və bu illər ərzində üzərində o qədər işləyib ki, yəni ki, bu insan bu sahədə ümumiyyətlə ixtisaslaşıb. Fərhad mənim demişkən, bizim bircə arzumuz var ki, tez müdafiəyə girsin. Yəni ki, müdafiəsini eləsin. Və arzum budur ki, bəlkə də deyilənlər kimi bu seminarları biraz silsilə eləmək lazımdır. Çünki az bir zaman, bir müddətdə başlayanlar üçün birdən-birə informasiya axını çox olanda informasiyanın içində axıl itirirlər. Ona görə də, yəni ki, bu icmal olaraq bugünkü tədbirdən sonra bəlkə də başlayanlar üçün müəyyən proqramlar üzrə
silsilə seminarlar keçmək lazımdır. Ancaq bu seminarlar bəlkə də onlayndan çox ənənəvi üsulla keçirilməsi lazımdır ki, çünki burada praktiki məsələlər var. Praktikini onlayn olaraq bir qədər yoxlamadan qəbul eləmək çətin məsələdir. Bu proqramların üzərində gərək dəfələrlə əlin öyrəşsin ki, bir məsələnin qoyuluşu burada yalnız proqram təminatı deyil. Məsələ qoyuluşu var, məsələnin həll olunması prosesi var və o prosesdən sonra bunun iqtisadi izahları var. Yəni ki, biz indi proqram təminatları üzrə qulaq asdıq, ancaq onların bizdə Azərbaycanda ən çətin problem onun iqtisadi izahlarının verilməsidir. Burada böyük problemlərimiz var. Və onların iqtisadi izahlarının verilməsi bu praktik olaraq, yəni ki, ən qəşəng öyrənmə prosesi ola bilərdi. Və təklifim budur ki, bəlkə belə bir seminarlar da Rəna xanım təşkil edəsiniz. Yəni ki, bu təşkillər böyük əhəmiyyətə malik olacaq. Özdə mən burada bir neçə mütəxəssislər də görürəm ki, məsələn, Esmər xanımı görürəm. Esmər xanımdan biz proqramı üzrə ona təklif eləyəndə xüsusi proqram hazırlanmışdır. Yəni ki, bu proqram üzrə tədrisə başlamaq olardı. Yəni ki, eri çox yaxşı bilir. Məsələn, Vüsələ xanımı burada görürəm, digər müəllimlərimizi görürəm ki, hər bir müəllimlər burada bu işdə tədrisləri apara bilərlər. Əsasən də Elnur, çünki neçə illər statistikada işləmə təcrübəsi olan bir insan kimi o statistik məsələlərin və məsələlərin izahını çox qəşəng qoya bilər. Və burada tələbələrdən çox müəllimlərimizə də kömək ola bilər ki, müəllimlərimiz də öz məsələlərində bu keyslərdən sərbəst istifadə eləsinlər və proqram təminatlarından, ümumiyyətlə alətlərdən geniş istifadə eləsinlər. Ona görə mən sizə uğurlar arzu edirəm. Bir daha Elnur'a uğurlar arzu edirəm ki, başlanğıcı sonsuz olsun və davamı da getsin. Sağ olun, çox sağ olun. Biz sizə təşəkkür Arzu xanım, bu qədər işin arasında bizə də vaxt ayırmışsınız, qoşulmusunuz seminarımıza. Elnur müəllim, buyurun, sizdə deyil. Təkliflərlə deməli cavab verəcəksiniz, buyurun. Əvvəla çox sağ olun, minnətdaram hər biriniz üçün, qoşulduğunuz üçün seminara, çox sağ olun suallarınız üçün, Alxan müəllimə, çox sağ olsun Arzu xanım, Fərhad müəllim, Ceyran xanım, kim suallar verirsə çox sağ olsun, siz sağ olun ki, Rəna xanım belə bir tədbiri təşkil etdiniz. Problem deyil, gələcək tədbirlərdə də yəni nəzərdə tutaram ki, hər proqramın özü üzərindən də həmin prosesləri həyata keçirdim. Yəni hər proqram üzərindən də etmək mümkün olur. Ülviyə xanım Rızayeva da sizə təşəkkür edir və o da deyir, statistika və ekonometrika üzrə qısa kursların keçirilməsi mümkündürmü? Onu təşkilatçılığı olsa mümkün olar. Olar. Olar inşallah. Tamam, oldu. Çox sağ olun, minnətdaram. Çox sağ olun, vaxtınızı ayırdınız. Biz sizə təşəkkür edirik. Çox geniş, çox belə anlaşılan dildə detallı başa saldınız. Hamımız üçün çox maraqlı oldu. Vaxt ayırıb, zaman ayırıb iştirak edənlərə də təşəkkür edirik. Çox sağ olun. Əgər bir sualı olan, sözü olan yoxdursa, icazənizlə biz tədbirimizi bitirərdik. Çox yormayaq sizi. Olur, olur. Oldu o zaman, sağ olun. İnşallah onda danışdıq. Gələn 2022-ci ildə, bu il 2021-in bir deyək ki, yekunuydu. Yenə də Analitik İnformasiya Resursları Tədqiqat Mərkəzinə təşəkkür edirəm. Bu tədbiri, yəni ideyanı verdikləri üçün Elnur müəllim sizə, Esmira xanım sizə. Esmira xanım bu gün biraz üzürlü səbəbdən, yəni yoldadır. Ona görə tam belə qüvvəsi ilə qatıla bilmədi tədbirimizə, amma təşəkkür edirik. Çox sağ olun. Söz olan yoxsa biz onda bitiririk. Sağ olun. Bir daha təşəkkür edirik. Görüşərik inşallah. Sağ olun. Sağ olun. Minnətdaram. Sağ olun.